Azərbaycan Respublikası Prezidentinin Könüllü İctimai Nəzarətçilər İctimai Birliyinin Qazax Regional Təşkilat nümayəndəsi olaraq bugün biz burada Qazax rayonu Barxudarlı kənd sakini Ramil Əliyevin ailəsindəyik. Bugün Beynəlxalq Əlillər Günüdür və bu ailədə hər iki üzvü, ailənin böyükləri əlillikdən əziyyət çəkirlər. Ramil Əliyev ikinci qrup əlildir. Hal-hazırda da dövlət tərəfindən dəstək olunur buna, yəni müavinət verilir. Amma Afət xanım uşaqlıqdan əziyyət çəksə də xəstəliklə bağlı 2023-cü ilə kimi, 2024-cü ilə kimi müavinət alsa da 3-cü qrup olaraq sonra müavinəti kəsilib, hal-hazırda dövlət tərəfindən dəstək görülmür və ailənin 2 oğul evladı var, hansı ki bugün sabah vətənə xidmət edəcəklər. Yəni bu evdə 2 dənə qəhrəman igidimiz böyüyür. İndi Afət xanım, siz özünüz haqqında məlumat verin. Siz nəyə görə alırdınız, niyə kəsildi əlilliyiniz? Siz çalışdınızmı düzələsiniz əlilliyinizlə bağlı? Mən uşaqlıqdan serebral refleks keçirmişəm. 3-cü qrup müavinət alırdım. Sonra bu qruplarla əlaqədar olaraq, bu pensiyalarla əlaqədar olaraq aldım. Sonra onunla əlaqədar olaraq kəsildi. Sonra da imkanım olmadı, yoxsulluq, imkansızlıq. Mən onu bərpa edib düzəldə bilmədim. Yəni yoxsulluq deyərkən, çünki dövlət tərəfindən qayğı göstərilir və xəstə olan hər bir şəxsə bu dövlətimizin qanuni şəkildə müayinə olunmalıdır və siz yenidən bərpa olunmalıdır. Siz amma bərpa edə bilmədim. Xəstə yoldaşım var, yəni onunla bağlı, yəni başqa şeyə görə yox, yəni buna da xəstədir, baxmaq lazımdır. O da özünüz bilirsiniz. Ona görə. Yoxsa həm də uşaqlar da yetkin yaşındadır. Yəni onlara baxmaq yoxsa şey eləyəmədim da. Həvəsdən də düşdüm da, bir sözlə düzəldəmədim. Yoldaşınız da bildiyimizə görə, yəni müəyyən müddət olur ki, xəstəxanada, ruhi xəstəxanada. 3 aydan bir ruhi xəstəxanada olur. Qazaxın ruhi dispanser xəstəxanasında olur. 3 ay qalır, 3 ay tamam olsa gətirirəm. Ruhi xəstədir, bax bu anadan gəlmə xəstədir da, yəni sonradan olmayıbdır. Bizə düşən odur ki, Allahdan şəfa diləyək və inşallah ki sizin də bu xəstəliklə bağlı kağızınız düzələr, yenidən bərpa olar, dövlət tərəfindən sizə ən azı müavinət verilər. Çünki ailəni qorumaq, saxlamaq və o övladlara xərcləmək üçün sizə mütləq ki lazımdır, dövlətin dəstəyi lazımdır. Hal-hazırda siz dövlətimiz tərəfindən yalnız Ramil üçün dəstək görürsünüz və özünüz üçün də istəyirsiniz, arzuluyursunuz ki, dəstək görək. Çünki sizin sağlamlığınız yoxdur ki, özünüz işləyəsiniz, hər hansı bir yerdə iş yerinə gedəsiniz və uşaqlarınızı saxlayasınız. Uşaqlar da çünki az yaşlıdırlar. Çox az yaşlıdır, yəni onlara da biraz baxmaq lazımdır, ata-ana qayğısı lazımdır. Biraz özlərini da nə dediyimi, hətta bulva çatana qədər, əskərlik vaxtına çatana qədər onlara bizdən İnşallah sonra onlar sizə dəstək olacaqlar. İnşallah. Ümid edək ki, sizin işləriniz düzələr. Yəni biz də bunu ümid edək ki, dövlət tərəfindən siz qayğını görəsiniz. Ramil Əliyevə də təşəkkür edirik, Mehriban xanıma da təşəkkür edirik ki, bizə belə bir dünya düzəltdi. Hə, sağ ol, ağlamayın, Allah kömək olsun. Bəli, ona görə xanım təşəkkür edilir ki, biz hal-hazırda məcburi köçkünlər üçün salınmış, 2016-cı ildə salınıb bu şəhərcik və Qazax rayonunun işğal altında olan kəndlərinin 5 parakənd, burada 6 kəndin nümayəndələri burada sakinləri yaşayırlar və bunlar da Barxudarlı kəndində. İnşallah tezliklə o torpaqlarımıza qayıdarıq, o torpaqlarımızda yenidən prezidentimiz tərəfindən qayğı göstərilər, evlər tikilər və orada öz evinizdə yaşayarsınız. Yenə də sağ olsun. İnşallah siz də bizə qonaq gələrsiniz, orada çəkilişimiz olar. İnşallah. Yenə də prezidentimiz sağ olsun, dövlətimiz sağ olsun, xalqımız sağ olsun ki, həqiqətən də 30 il bir müddət insanlar əziyyət çəkdilərsə məcburi köçkünlər, hal-hazırda gözəl şəraitdə evlərdə yaşayırsınız. Allah razı qalsın. Santıqdan, bu çətinlikdən, o evdən, bu evdən köçməkdən Allah razı qalsın, minnətdarıq hər ikisinə də. Allah uzun ömür versin, can sağlıq. Sağ olun, siz də sağ olun ki, bizi evinizə aldınız və çəkiliş eləməyə icazə verdiniz. Biz əlilləri siz yada salırsınız. Allah bütün əlillərə şəfa versin. Amin, amin. Çox sağ ol. Allah ilə sizə də şəfalar versin, ağlamayın.